Əziz izləyicilər, bugün sizə göz müayinəsi necə aparılır, o barədə danışacağam. Gözlər optik sistemdir və bu mikroskopik orqan olduğuna görə mütləq şəkildə müasir texnoloji üsulla müayinə olunmağı vacibdir. Burada cihazlar xüsusi önəm kəsb edir. Müraciət edən pasientlərdə ilk növbədə biz refraktometriya, tonometriya, yəni gözlə bağlı, görmə ilə bağlı olan qüsurlar, təzyiq varmı, yoxmu, görmə yoxlanılır. Gözün pentakan müayinəsi, gözün buynuz qişasının kertotopoqrafik xəritəsi çəkilir, optik koherens tomoqrafiya, göz dibinin qatlarının şəkli çəkilir və bütün bunlar yekunlaşdıqdan sonra fundus müayinəsini edirik və göz dibi biomikroskopiya olunaraq dəqiq diaqnoz qoyulur. Və bu dəqiq diaqnozun əsasında biz təyin edirik ki, müalicə lazımdır, yoxsa əməliyyat qərarı verməliyik. Və göz asanlıqla sadəcə kənardan baxaraq diaqnoz qoyulan çox təəssüf ki, elə bir orqan deyil. Gözdə mütləq müayinə şərtdir.